mənim təzyiqim olduğuna görə, təzyiq dərmanımdır, 1 manat 80 qəpiyə almışam. 27 manat neçəyə olan bir dərman da var, o mənə pis təsir etdiyinə görə mən bu dərmanı aldım. Mən görürəm ki, mənə yaxşı təsir edir də, baş ağrılarım azalır, qulağımda haykü var, səs var, kənar səsləri gördüm ki, biraz azalır. Bax, budur. Mən bundan istifadə edirəm. Bunu alanda gördüm, burada içəridə dərmanlarla bağlı məlumatlar yazılır da. Açdım. Təsəvvürdə gətirin ki, 30 dərmana, 30'dur da burada, bəli, 30'dur, yox 20. 20 həbi var burada. Günə ikisini atıram, demək 10 gün. Demək 10 gün atacağım dərmanları mən, bax, buradan oxumalıyam. Əzizlərim, burada birinci oxumaq üçün inanın ki, qeyri-mümkündür. O qədər xırda yazılıb ki, baxın, bir dərmanı, 20 həb olan bu dərmanı qutunun içinə nəyi qoyurlar və bizə deyirlər oxuyun. Mən aptekdə yaxınlaşdım bunu alanda, xanıma dedim ki, xanım, bunu necə qəbul edə bilərəm? Dedi, məndən soruşdu, dedim, bax belədir. Dedi ki, gündə 2 dəfə qəbul edə bilərsiniz. Səhər, axşam. Dedim, olar mı 3? Dedi, yox. Dedim, bunu necə saxlayım? Ümumiyyətlə də həmişə adam olur, maraqlanır da. Dedim, necədir? Normal temperaturda, yaş yerə qoymayın, su, nəm olan yerə qoymayın, soyuducuda saxlamayın. Bəzən olur ki, dərmanları biz soyuducuya qoyuruq. Suyla içirsiniz, südlə içmirsiniz. Yəni, bütün bu məlumatları 1 dəqiqə ərzində verdi. Mən bu boyda yazılmış bir dərmanın təqdimatını 10 günə oxumalıyam. Bunu mən necə oxuyum? O qədər xırda yazılıb. Bunlar hamısı puldur. Bax, rəngi puldur, kağız puldur, bunun redaktası puldur, korrekturası puldur, bunun çapı puldur. Bəlkə də bundan 4 qat, 5 qat artıq buna pul xərcləyiblər. Əzizlərim, bunu qısa edin, lakonik edin. Bizə bu qədər məlumat lazım deyil. Aptek bizi 2 dəqiqəyə, 1 dəqiqəyə o qədər gözəl məlumatlandırır ki, buna ehtiyac yoxdur. Bunu edin də, xırda yazın da, qısa və lakonik yazın. Bu uzunluqda yazmır. Heç kim bunu oxuya bilmir. Pullar xərcləməyin buna. Pullar xərcləməyin buna. Xərcləməyə o qədər yerlər var ki, lazım deyil bu qədər pullar buna xərcləməyə.